Herkese salam. Bugün Güvənin 1 fevral 2026-cı il tarixində 11-ci siniflər üçün keçirdiyi buraxılış imtahanının suallarının izahına baxacağıq. 61-ci testdən başlayaq. Ədədi silsiləyə aid sualdır. İlk öncə deyir ki, silsilə fərqini tapın. A19 necə yazılır? A1 plus 18D minus A7-ni də A1 plus 6D formasında yazacağım. Qabaqda mənfi olduğuna görə mötərizənin daxilini açanda A1 çıxılsın. 6D qalacaq. Bərabər olacaq 96-ya. A1-lər islah olur. 18-dən 6D-ni çıxanda qalır 12D. Bərabərdir 96-ya. 96-da bölürəm 12-yə. O deyir silsilə fərqi 8. 62-ci sualda funksiyanın ən kiçik müsbət dövrünü istəyir. Sinus funksiyasıdır. Sinus funksiyanın əgər qüvvəti təkdirsə, yəni 2n-1 ax formasındadırsa, bunun dövrü olur 2pi bölünsün modulda a. Bu düsturu tətbiq edəsək, olacaq dövr bərabərdir 2pi bölünsün, x-in əmsalındakı 5-dir. 2pi bölünsün 5. Cavab olur C variantı. 63-cü sualda kökdə 2x-dir, kökdə 5y-dir, kökdə 7z olarsa, kök altında 63, 6,3 x və y və z ilə ifadə edin. 6,3 kökün altında 63 bölünsün 10 şəklində yaza bilərəm. Surət və məxrəcin hər birini ayrı-ayrılıqda kök altında yazsam, kök altında 63 olacaq. O da 9 vurulsun 7 deməkdir. Kök altında 10-da 2 vurulsun 5 deməkdir kökdən. Kökün dərəcəsi eyni olduğuna görə yenə bunları ayrı-ayrı kök altında yazsam, olacaq kök altında 9, vurulsun kök altında 7, bölünsün kökdə 2, vurulsun kökdə 5. Kökdə 9-dan 3 çıxır. Demək, kökdə 7-nin cavabı z-dir, 3z. Kökdə 2-nin cavabı x-dir, kökdə 5-də y-dir. 3z bölünsün x, y, yəni edir y variantı. 64-cü sualda şəkildəki rombun tərəfinin 5 cm və 8 cm olan iki hissəyə ayıran hündürlüyün uzunluğunu tapın. Çox sadə bir sualdır. Demək, ilk öncə rombun şəklinə baxaq. Demək, rombun tərəfləri bir-birinə bərabər olduğu üçün, bura 8, 5-dirsə, onda bu hissəyə qalacaq 13 cm. Və bu düzbucaqlı üçbucaq olduğuna görə hündürlüyü tapmaq üçün Pifaqor teoremini tətbiq eləyərəm. H-ın kvadratı plus 5-in kvadratı bərabər olacaq 13-ün kvadratına. 169-dan 25 çıxanda 144, 144 də kökdən 12 çıxar. Hündürlüyün uzunluğu olur 12 cm. 65-ci sualda modulda A bölünsün 3. Ədədin modulların cəmi 25 bölünsün 6-ya bərabərdir. Demək, moduldan mənfi A. 3-ün modulu müsbət 3-dür. Üzərinə gəlsin modulda A bölünsün 2 bərabər olur 25 bölək 6-ya. Daha sonra modulda mənfi A bərabər olur elə modulda müsbət A-ya. Ona görə bunu modulda müsbət A yaza bilərik. Surət məxrəci hər tərəfini bunun mən 6-ya vura bilərəm kəsirdən azad eləmək üçün. 6-ya vursam, alınacaq burada 2 modulda A. Üzərinə gəlinsin 3 modulda A bərabər olacaq 25-ə. 5 modulda A bərabərdir 25. Modulda A bərabər olacaq 5-ə. Moduldan bir dəfə müsbət çıxarsaq A1 olacaq müsbət 5, A2 olacaq mənfi 5. Bizdən bunların hasilini istəyir. O da edir mənfi 25. 66-cı sualda kompleks ədədlərin bərabərliyinə aid bir sualdır. Kompleks ədədlərin bərabər olması üçün həqiqi hissələr bir-birinə bərabər olmalıdır. Xəyali hissələr bir-birinə bərabər olmalıdır. Üzərinə gəlsin i bərabərdir 3. Üzərinə gəlsin. Buradan da i-ni ortaq vuruq kimi çıxarsaq, olacaq y plus 2 vurulsun i. İndi xəyali hissələri 1, həqiqi hissələri də 1 bərabərləşdirək. Bunun xəyali hissəsi 2x minus 1-dir. Digərinin həqiqi hissəsi 3-dür. Bərabərləşdirsək 2x bərabərdir 4-ə, x də bərabər olur 2-yə. Demək, bunun xəyali hissəsi y plus 2-dir. Bunun xəyali hissəsinin də əmsalı 1-dir.
Y də olur -1. Bizdən də bunların cəmini istəyirdi. 2-nin üzərinə -1 gələndə cavab eləyəcək 1. 67-ci suala baxaq. 67-ci sualda x bərabərdir -5 düz xətti hansı rüblərdən keçir? Təbii ki, mənfidirsə 2 və 4 demək -5. Bunu quraq. Demək, qrafikini quraq bunu. X oxudu. Y oxudu. -5 nöqtəsindən keçir. Burada -5'dir. -5 nöqtəsindən keçəndə bu ox düşür. İkinci rübə, bura ikinci rübdür. Aşağıda üçüncü rübdür. Düşür ikinci və üçüncü rüblərə. Cavab olur B variantı. Oxşar üçbucaqların uyğun tərəflərinin nisbəti 1-in 3-əsi perimetrlərin nisbətini tap. Burada bizim oxşarlıqdan qaydamız var idi ki, həmin üçbucağın hündürlüklərin nisbəti medianlarının, tənbölənlərinin, tərəflərinin, perimetrlərin nisbətləri hamısı oxşarlıq əmsalına bərabərdir, yəni K-ya. Yəni qısaca P1 bölünsün P2 bərabər olmalıdır A1 bölünsün A2-yə. O da 1 bölünsün 3-dür. Cavab olur A variantı. Amma bizdən sahələrin nisbətini istəsəydi, onda bunun kvadratı olacaqdı. 1/9 olacaqdı. 69-cu sualda 69-cu sual. Birinci 2 A vektorunu tapaq. A vektorunun hər birini vururam 2-yə. 2-ni -1-ə vuranda eləyir -2, 2-ni 3-ə vuranda eləyir -6. B vektoru da 2, 4'dür. Bunları toplasam, tərəf-tərəfə toplayanda olacaq 2A vektoru, üzərinə gəlsin B vektoru, x-ləri 1, y-ləri 1 toplayıram. 2 ilə -2 eləyir 0, 6 ilə 4 eləyir 10. Cavab eləyir A variantı. Bu kosinus x 2x vur kosinus x, sinus çıxılsın 2 sinus 2x vur sinus x. Bu kosinus alfa plus bettanın düsturudur. Olacaq kosinus 2x plus x. Bu da kosinus 3x deməkdir. Bərabərdir 1-ə. Kosinusun 1-ə bərabər olması xüsusi haldır. Bu xüsusi halda 3x bərabər olur 2 pi k-ya. X də bərabər olur pi k bölünsün 3-ə. İndi 0 pi aralığını, yəni pi-də 180 dərəcə aralığında neçə kökü var? K-nın yerinə 0 qoysam 0 eləyəcək. Bu 1 kök elədi. Daha sonra K-nın yerinə 1 qoysam x olacaq 2 pi bölünsün 3. Bu eləyəcək artıq x eləyəcək burada. Pi 180'dır. 182 yerine 360. 3'e böləndə eləyir bu 120. K'nın yerinə 2 qoysam 4. Artıq bunun cavabı olacaq demək 180 dərəcəni aşacaq. Yəni 2 vurulsun 180, 360 vur 2, 720. Onu 3'e böləndə eləyəcək 240. Deməli bu aralıqda bunun 2 dənə kökü var. Yəni B variantı. 71-ci sualda loqaritm LG2 bərabərdir A olarsa LG50'ni tapın. LG50'ni yaza bilərəm ki 5 vurulsun 10 kimi yaza bilərik. Bir də 25 vurulsun 2 kimi yaza bilərik. LG50 bərabərdir. Demək bunu LG2 vurulsun yaza bilərik ki, bunu LG50 üzərinə gəlsin LG2 bərabər olacaq. LG toplamanı mən vurmaya keçirsəm 50'ni 2'yə vuracam. LG eləyəcək 100. 50 vur 2 100. Sonra buradan LG50'ni tapmaq istəsəm LG 100 çıxılsın LG 2 olacaq. LG 100'ü də yüzü də burada onun kvadratı kimi yazsam çıxacaq LG 2. Burada 2 qabağa gələcək. Olacaq LG 10 vurulsun 2. LG 10'da 1 verir. 2 ilə 1'ə vuranda 2 çıxılsın LG 2. LG 2'nin də yerinə A qoyuram. Cavab bilir 2 çıxılsın A. Yəni Y variantı. 72-ci sualda düzbucaqlı koordinat sistemində ikinci rübdə yerləşən çevrə OX oxuna -3, 0 nöqtəsində toxunur. Bu çevrənin OY oxuna qədər ən qısa məsafəsi 1 vaid olarsa, çevrənin tənliyi aşağıdakılardan hansı olar? Çevrənin şəklini qurduq. Bizə deyir ki, həmin çevrə OY oxuna 1 vaid məsafədədir. 1 vaid məsafədə olduğuna görə burada
Bura 1 deyək AB, bura olsun S nöqtəsi. AC-nin uzunluğu 1 olacaq. Bura 1 vahiddir. Daha sonra AC-nin uzunluğu 1 vahiddirsə, ümumi buradan bura qədər məsafəm 3 idi. Deməli, çevrənin radiusu olacaq 2. Deməli, O-dan S-yə qədər 2-dirsə, O-dan B-yə qədər də radius olduğuna görə olacaq 2. Demək, çevrənin radiusu 2-dir. R bərabərdir 2. Çevrənin tənliyinin forması da x minus A-nın kvadratı üzərinə gəlsin x minus B-nin kvadratı bərabərdir R-in kvadratı formasındadır. Demək, çevrənin mərkəzi də -3, 2 nöqtələrində yerləşdiyinə görə olacaq çevrənin tənliyi x plus 3-ün kvadratı üzərinə gəlinsin y minus B-nin yerində də müsbət 2-nin kvadratı bərabərdir R-in kvadratına. Radius da 2 idi. 2-nin kvadratı da eləyir 4. Cavab olur C variantı. Daha sonra 73-cü suala baxaq. İfadəsinin qiymətini hesablayın. Demək, i kvadratının qiyməti -1-dir. Olacaq i minus -1. İndi i-nin kubunu biz necə yazırdıq? I-nin kvadratı vurulsun i formasında. Bu da eləyir -i. I üstü 4 olur i kvadratının kvadratı. -1-in kvadratı eləyir. Bu da müsbət 1. I üstü 5 də bərabər olur. I-nin demək kvadratının kvadratı vurulsun i formasında. Bu da müsbət i-yə bərabər olur. Plus i üzərinə gəlsin nöqtə gəlir i-nin kubu. I-nin üstü -13 daha doğrusu. I üstü 13-ü də yaza bilərik ki, biz i kvadratının üzərində 6 vurulsun i kimi. Cüt dərəcə olduğuna görə i kvadratı müsbət 1 eləyir, vurulsun i. Bu formada. Buradan -1-dən müsbət 1 islah oldu. Daha sonra -i ilə müsbət i gedir. Buradakı i'lər də gedir. Cavab qalır i. Sondakı bu i qalır. Yəni A variantı. 74-cü sual. Bərabərsizliyin tam əllərini tapın deyir. İntervallar üstünə yazaq. Rasional bərabərsizlikdir. Müsbət demək, -2 ilə müsbət 3-dür. Müsbət 3-ü daxil götürmürük. Çünki məxrəcədir. Məxrəc 0 ola bilməz. 3-dən böyük qoyanda kəsirin qiyməti müsbət. Burada -, burada müsbət olur. Deməli, həll aralığı -2, 3-dür. Bu aralıqda da ədədlər -2, -1, 0, 1, 2-dir. Bunun da sayı 5 dənədir. 75-ci sualda radiusların nisbəti 1-in 3-ə, yəni birinci çevrənin radiusu x-dir, ikinci çevrənin radiusu da 3x-dir. Dairənin sahələri cəmi 160 pi-dir. Sahələri olacaq, birincinin sayısı olacaq pi, x-in kvadratı, üzərinə gəlsin, pi vurulsun 9x-in kvadratı, bərabər olacaq 160 pi-yə. Hər tərəfi pi-yə bölsəm, x-in kvadratı üzərinə gəl 9x-in kvadratı bərabərdir 160. 10x-in kvadratı 160-dır. Sıfırlar gedir. X-in kvadratı 16, x də eləyir 4. Böyük dairənin radiusunu istəyir. 4-ü isə vuracam, eləyəcək 12. 76-cı sual loqaritma sualıdır. Demək, 76. Loqaritm kökdəki əsasdan 4. Kökdəki nə deməkdir? 2 üzərində 2-də 1 deməkdir. 4-də 2-nin kvadratı deməkdir. Üzərinə gəlinsin, loqaritm 0,1 10 üstü -1 deməkdir. Kök altında 10-da 10-un üzərində 2-də 1 deməkdir. Bərabərdir. Buradan 2-nin qüvvəti qabağa gəlir. Olur 2 vurulsun. 2-də 1-in tərsi qabağa gəlir. Yenə olur 2-də 1-in tərsi 2-də vurulsun. Loqaritm 2 əsasdan 2. Üzərinə gəlinsin. -1-in tərsi yenə -1-dir. Vurulsun 2-də 1. Vurulsun. Qalır burada da loqaritm 10 əsasdan 10 formasında. 2 əsasdan 2, 10 əsasdan 10. Bunlar bizə 1-i verir. 2 vur 2 eləyir burada 4. Üzərinə gəlinsin. -2-də 1. Bu da 4-dən çıxacam 2-də 1-i. O da 0,5 deməkdir. Çıxanda da qalır 3,5-i. 77-ci sualda ABC üçbucağında BDS 43 dərəcədir.
ASD 21 dərəcə olarsa, AB də AC-yə bərabər olarsa, AB bərabərdir AC. Yəni burada bərabər yanlı üçbucaqdır. Bizdən ABC-nin neçə dərəcə olduğunu soruşur. Yəni alfanı soruşur. Bu üçbucaq bərabər yanlı olduğuna görə, çünki AB tərəfi AC-yə bərabərdir. Onda oturacaqdakı bucaqlar bərabərdir. Əgər bura alfadırsa, onda bu ümumi C bucağı da alfa olmalıdır. Bura 21-dirsə, onda burada qalacaq alfa çıxılsın 21. Və üçbucağın daxili bucaqlarının cəminin 180 olduğunu bildiyim üçün yazacağım ki, alfa üzərinə gəlsin alfa minus 21, üzərinə gəlsin 43 dərəcə, bərabər olur 180-a. Buradan alfanı tapa biləcəm. 2 alfa 21 ilə 43 eləyəcək 22, müsbət 22, 180-dan da 22-ni çıxanda eləyəcək 158 dərəcə. Bunu da 2-yə böləndə eləyəcək 79. Bizdən də alfanı soruşurdu, o da oldu 79 dərəcə. Elçin, Samir və Vahidin yaşlarının nisbəti uyğun olaraq 3, 5, 6-dır. Deməli, Elçinin 3x yaşı var, Samirin 5x yaşı, Vahidin isə 6x yaşı var. Samir Elçindən 8 yaş böyükdür. Yəni, Samirin yaşını tapmaq üçün, 5x-i tapmaq üçün Elçinin yaşının üzərinə 8 gəlməliyəm. Eləyir bu 3x plus 8. Buradan x-i tapsam 2x 8-dir, x də eləyir 4. Məndən Vahidin yaşını istəyir. O da eləyir 4 vurulsun 6, 24. Ayın ədədə silsiləsində bu cəm 54 olarsa, silsilənin ilk 12 həddinin cəmini tap. Bu tip suallarda birinci aça bilərəm. Yazacağım A1 plus, A5-i A1 plus 4D kimi yazıram. A7-ni A1 plus 6D formasında yazıram. 13-ü də A1 plus 12D formasında yazıb bərabər eləyirəm 54-ə. Demək, 1, 2, 3, 4 dənə A1 üzərinə gəlinsin. 4D, 6D, 10D. Üzərinə də 12 gəlirəm 22D. Bərabər olur 54-ə. Hər iki tərəfi 2-yə bölsəm, 2A1 üzərinə gəlinsin 11D. Bərabər olur 27-yə. 12 həddinin cəmini tapmaq istəyəndə düstur 2A1 üzərinə gəlinsin n-1D bölünsün 2 vurulsun n-dir. S12 bərabər olacaq demək 2A1 üzərinə gəlsin n-1-dir. Yəni 12-dən 1 çıxanda 11-dir. Böl 2 vur 12. Bərabərdir. 2A1 üzərinə gəl 11D-nin qiyməti 27-dir. Bölürəm 2-yə, vururam 12-yə. 12 ilə 2 gedir, qalır 6. 6-nı da 27-yə vuranda 6 vur 7, 42. 2 yazıram 4 yadda. 6 vur 2, 12. Üzərinə 4 gələndə 16. Cavab eləyir 162. 80-ci suala baxaq. Kökün altında demək 3,5 çıxılsın kök altında 2,5. Kök altında 14 ilə kök altında 10-dan mən kök altında 4-ü ortaq vuruq kimi çıxartsam, qalacaq mötərizənin daxilində kök altında 3,5 çıxılsın kök altında 2,5. Bunu da müxtəsər vurma düsturuna görə yazsam, kök altında 3,5-in kvadratı çıxılsın 2,5-in kvadratı alınacaq. Kökdə 2,5-in kvadratı. Vurulsun kök altında. Sonda vurarıq. Bunu hesablayaq birinci. Burada alınacaq. Kökdə 4-dən 2 çıxacaq. 2 vurulsun. Burada alınır. 3,5-dən çıxıram 2,5-i. Eləyəcək cavab 1. 2 vurulsun 1 də eləyəcək 2. Qalır kökün altında 2 vurulsun. 1 kök altında yazsam 5,5 üzərinə gəlinsin kökdə 28. 2-ni mötərizənin daxilinə vursam, burada alınacaq. 5,5-i 2-yə vuranda eləyir 11. Üzərinə gəlinsin 2, kök altında 28. Mürəkkəb kök düsturuna görə açsam, cəmi 11, hasili 28 eləyən ədəd 4 ilə 7-dir. Onda yaza biləcəm ki, bunu da kökün altında 4, üzərinə gəlsin kök altında 7-nin mötərizə kvadrat formasına yazaram. Köklər ilə kvadratlar gedər. Kök altında 4-dən 2 çıxacaq. Üzərinə gəlsin kökdə 7. Cavab olur bu.
81-ci sualda vahid vektoru ilə vahid vektor nədir? Uzunluğu 1-ə bərabər olan vektordur. Onda yazacağım ki, x-in kvadratı bölünsün 4, üzərinə gəlsin 3 bölünsün 4 bərabər olmalıdır 1-ə. 4x kvadrat plus 3 bərabərdir 1-ə. X kvadrat plus 3 bərabərdir 4-ə. X da bərabərdir müsbət 1-ə. Müsbət 1 çünki bizdən x-in müsbət qiymətinə uyğun vektoru deyir. Onda bu vektorun olacaq A vektoru 2-də 1 kökdə 3 bölünsün 2 formasında. B vektoru da kökdə 3 1 vektorudur. Bizdən bu iki vektor arasındakı bucağı istəyir. Bunun düsturu da kosinus alfa bərabərdir A vuraq B vektoru bölünsün bunların modulları hasili. Bərabərdir. Skalyar hasillərini tapsam x1 vur x2 üzərinə gəl y1 vur y2. X-ların bir-birinə vuranda eləyəcək kökdə 3 bölünsün 2 üzərinə gəlinsin yenə kökdə 3 bölünsün 2. Modulları hasili də bunun modulu müsbət 1-dir. Bunun modulu da demək birinci A vektoru vahid vektordur. Uzunluğu 1-dir. Vurulsun. B vektorunun uzunluğu da eləyəcək kökdə 3 plus 1. O da 4 edir. Ondan da 2 çıxır. Bərabərdir. Burada eləyəcək 2 kökdə 3 bölünsün 2. Məxrəcdə də 2 var. 2-lər gedir. Qalır kök altında 3 bölünsün 2. Alınır cavab kosinus alfa bərabərdir. Kökdə 3 bölünsün 2. Kosinus da kökdə 3 bölü 2-ni 30 dərəcədə alır. 82-ci testdə həllər cütləri bir-birinə bərabərdir. A və B-ni tapın. Deməli, birincini həll eləyərəm onda. Mənfi 2x üzərinə gəlsin 3y bərabər olur 9-a. İkincinin hər tərəfini 3-ə vursam, eləyəcək 9x çıxılsın 3y bərabərdir 12. Tərəf-tərəfə toplasam 7x bərabərdir 21-ə. X tapacam 21-i 7-yə böləndə 3. X 3-dürsə, gətirib yuxarıda yerinə qoyaram. 3 vurulsun 2 mənfi 6. Üzərinə gəlsin 3y bərabərdir 9-a. Y də eləyəcək buradan 5. Bunun həlləri x 5-dir. Gətirib yerinə yazsam, x-in yerinə 3 qoysam ikinci sistemdə A bölünsün 3. Üzərinə gəlsin B bölünsün 5 bərabər olmalıdır 2 tam onda 2-yə. Aşağıda da x-in yerinə 3 qoysam burada alınacaq 3-lər gedəcək qalacaq A çıxılsın. Y-in yerinə 5 qoysam 5 bölünsün B bərabər olacaq 1-ə. Daha sonra bunun hər tərəfini 15-ə vursam yuxarının hər tərəfini 15-ə vursam bərabər olacaq 5A üzərinə gəlsin 3B bərabərdir. 2 tam ondakini də 15-ə vuram edir 33. Buradan A-nı tapsam A da bərabər olacaq 1 üzərinə gəlinsin 5 bölək B-yə. A-nın yerinə gətirib bunu yazsam alınacaq 5 vurulsun 1 5 üzərinə gəlsin 25 bölünsün B üzərinə gəlsin 3B bərabər olacaq 33-ə. Ortaq məxrəc B-dir. Alınır B. Üzərinə gəlinsin 5B. Burada olur 5B plus 25. Üzərinə gəlsin 3B-nin kvadratı. Bərabərdir 33-ə. Çarpaz vursam 3B-nin kvadratı. Üzərinə gəlsin 5B. Plus 25 bərabərdir 33B-yə. Bir tərəfə yığanda 3B-nin kvadratı. Mənfi 28B. Plus 25 bərabər olmalıdır 0-a. Bu kvadrat tənliyi həll eləsəm, kvadrat tənliyin köklərindən biri 25 bölünsün 3-dür. Biri də 1-dir. Köklərindən biri. Burada 25 bölünsün 3-ü götürmürük. Cavab olur B-nin qiyməti 1-dir. Daha sonra B-nin qiyməti 1-dirsə, gətirib yerinə yazsam, 1 üzərinə gəlinsin 5 bölünsün 1, bu da eləyir. Toplayanda 6. Bizdən A və B-nin tam qiymətlərinin cəmini istəyir. 6 ilə 1-i toplayanda cavab eləyəcək 7. 83-cü sualı baxaq. Loqaritma sualıdır. Loqaritm 0,2 nə deməkdir? 0,2 1 bölünsün 5 deməkdir.
Yəni mən 0,2-ni 5 üzərindən -1 yaza bilərəm. Loqaritm 5 üzərinə gəlsin loqaritm 8 yaza bilərəm 2-nin kubu formasında. 2 bölünsün loqaritm 0,1-i də LG 10 üzərindən -2 yaza bilərəm. Bu A-nın qiymətidir. Bunu hesablasam, burada -1 qabağa gəlsə, eləyəcək -1-i vurulsun loqaritm 5 əsasdan 5. Bu eləyəcək 1. Üzərinə gəlsin. Burada 3-ün tərsi gəlir. Eləyir burada 3də 1. Burada da -2 qabağa gəlir. Eləyir -2. Bərabərdir. Hesablayanda -1 ilə 3də 1-i toplayanda ortaq məxrəc 3-dür. Burada eləyəcək -3də 2 bölünsün -2. -2-lər buradan ixtisar getsə cavab qalacaq müsbət 3də 1. Daha sonra LGX bərabərdir 3də 1-ə. Onda x də bərabər olacaq 10 üzərindən 3də 1-ə. Bu da kök altında 3-cü dərəcədən 10 deməkdir. Sonra LGY bərabərdir 12-də 1-ə. Buradan y tapanda bu da eləyəcək 10 üzərindən 12-də 1. 10 üzərindən 12-də 1 formasında yazaq. Bu formada qalsın. Bizdən istəyir LGXY loqaritm x-in qiyməti 10 üzərindən 3də 1-dir. Y-in qiyməti 10 üzərindən 12-də 1-dir. 3də 1-in tərsi gələcək qabağa olacaq 3 vurulsun. 12-də 1 qabağa gələcək 12-də 1 vurulsun. Loqaritm 10 əsasdan 10. Bu 1 eləyir. Bunun da cavabı eləyir 3 ilə 12 gedəndə eləyir 4də 1. 4də 1 də onluq kəsir kimi yazsam 0,25 edəcək. 84-cü suala baxaq. Sinus 840 üzərinə gəlsin 5 kök 3 çıx 6 böl 10 kosinus 180. Sinus 2 arc kosinus x ifadəsinin qiymətini tapın. Sinus 1-ci 840-ı çevirmə düsturuna görə yazsam 840-ı yaza bilərəm ki, sinus 90 900 900-də sinus da 5 pi deməkdir. 5 pi minus 60 dərəcə kimi yaza bilərəm. Pi-də ad dəyişməyəcək. Olacaq yenə sinus 60 dərəcə və müsbət olacaq. Daha sonra sinus 840-ı demək, sinus 60 dərəcə də bərabər olur. Kökdə 3 bölünsün 2-yə. Deməli, 840-ın yerinə yazacağım. Sinus 840-ın yerinə kökdə 3 böl 2 yazacağım. Kosinus 180 dərəcədə alır. -1-i. X bərabər olacaq. Kök altında 3 bölünsün 2 çıxılsın. Mənfi olduğuna görə 5 kökdə 3 minus 6 bölünsün 10. Ortaq məxrəc gətirib hesablasam burada alınacaq. Məxrəc 10-dur. 10-u 2-yə böləndə buradan alacaq 5 kökdə 3 üzərinə gəlsin. Burada da çıxılsın 5 kökdə 3 plus 6. 5 kökdə 3-lər islah gedənə cavab eləyir 10-da 6, o da 5-də 3 deməkdir. X alındı 5-də 3. Yerinə yazsam sinus 2 arc kosinus 5-də 3. Bunu tapmalıyam. İndi arc kosinus ifadəsinə demək, arc kosinus 5-də 3 ifadəsinə alfa deyərəm. Olacaq arc kosinus 5-də 3 bərabərdir alfaya. Hər tərəfi kosinuslasam, onda yanılacaq kosinus alfa bərabərdir 5-də 3-ə. Kosinus alfa 5-də 3-dürsə, düzbucaqlı üçbucaq çəkərəm. Buradan sinus alfanı taparam. Demək, hipotenuz 5-dir, bitişik katet üstü. Burada 4. Deməli, sinus alfa da bərabər olacaq 5-də 4-ə. İndi burada sinus 2 alfanın üstürü yaranmışdı. Sinus 2 alfada 2 sinus alfa kosinus alfa deməkdir. Bərabərdir. Sinus alfanın yerinə yazacağım 2 vurulsun 5-də 4. Bunun yerinə də yazacağım 5-də 3. Bərabər olacaq. Demək, 5-i 5-ə vuranda burada eləyəcək 25. 4 vur 2 8. 8-i də 3-ə vursam eləyəcək 24. Cavab eləyəcək 24 bölünsün 25. Bunu da böləndə onluq kəsrə çevirəndə 0,96 alınır.
Sonuncu suala baxaq. O mərkəzli yarımçevrə SY AB-yə perpendikulyardır. SP-nin uzunluğu PY-yə bərabərdir. A-dan P-yə qədər 6-dır. P-dən D-yə qədər 8 olarsa, YO parçasının uzunluğu neçə santimetrdir? Demək, ilk öncə yarımçevrəni biz tamamlayaq çevrəyə formada. Burada SY-ni uzatsam aşağıya doğru alınacaq vətər. Buradan bura qədər məsafəyə deyək bir M məsafəsi. Onda SY ilə YM-in uzunluqları bir-birinə bərabər olmalıdır. SP-yə x deyək, onda PY də x olacaq, onda aşağı olacaq 2x. İki kəsişən vətərin xassəsinə görə vətərin bölündüyü hissələrin hasilləri bir-birinə bərabər olmalıdır. Onda olacaq 6 vurulsun 8 bərabərdir. X vurulsun 3x-a. 3x-in kvadratı bərabərdir 48-ə. X-in kvadratı da olacaq 16, x də eləyəcək 4. X-i 4 tapdıq. X-i 4 tapdığımız üçün demək, buradan üçbucaq A, P, Y üçbucağına baxaq. Bura 4-dür, bura hipotenuz 6-dır. Mən onda AY-nin uzunluğunu tapa bilərəm. 6-nın kvadratı çıxılsın 4-ün kvadratı. 36-dan 16-nı çıxanda eləyəcək burada kök altında 20. O da 2 kök altında 5 deməkdir. Bura oldu 2 kökdə 5. Daha sonra çevrənin radiusunu çəkək. Bura radiusdur. YO parçasını istəyir. YO-nun uzunluğuna bir A deyək. X da 4-dür. 4-dürsə, onda Y-dən M-ə qədər uzunluq olacaq 8. Və fikir verək, mənim orada A dediyim hissə ümumi burada A-dan O-ya qədər məsafə radiusdur, düzdürmü? Bura 2 kökdə 5-dirsə, burada qalacaq R çıxılsın 2 kök altında 5 qalacaq. Yenə Pifaqor teoremini tətbiq eləsək, bura 90 dərəcədir. Yazacağam ki, 8-in kvadratı üzərinə gəlinsin R minus 2 kökdə 5-in kvadratı bərabər olmalıdır radiusun kvadratına Pifaqora görə. Buradan radius tapsaq 64 üzərinə gəlinsin R-in kvadratı çıxılsın 4 kökdə 5 R. Üzərinə gəlinsin 4 kök 2 kökdə 5-in kvadratı eləyir 20 bərabərdir R-in kvadratına. R kvadratlar islah olur. 64 20 eləyəcək 84 bərabərdir 4 kökdə 5 R-ə. 84-ü 4-ə bölsəm R kökdə 5 alınacaq 21. Buradan radius tapsam, o da eləyəcək 21 bölünsün kökdə 5. Hər tərəfi də kök altında 5-ə vurub irrasionallıqdan azad eləsəm, eləyəcək 21 kökdə 5 bölünsün 5 formasında. İndi bizdən də istəyirdi R minus kökdə 5 tapmaq, yəni Y-onu. Radiusun yerinə yazacağım 21 kökdə 5 bölünsün 5 çıxılsın 2 kök altında 5. Bərabər olacaq 5 ortaq məxrəcdir. 5-dən 21 çıxılsın kökdə 5 minus 10 kök altında 5. Bu da olacaq 21-dən 10 çıxanda 11 kökdə 5 bölünsün 5. 11-i 5-ə böləndə bu da eləyəcək 2,2 kök altında 5. Cavab oldu 2,2 kök altında 5.